Ümumiyyətlə, insan bilməlidir ki, yəni cəmaat olmaq, bu Allah Subhanahu wa Ta'ala'nın insanlara bir əmridir. Parçalanma isə, təfriqəsilik isə, ixtilaflar etmək isə, bunu Allah Subhanahu wa Ta'ala bizim üçün bəyənmir, bunu xoşlamır. Və ümumiyyətlə, insanlar ta yaradılandan, Adəm Peyğəmbərdən, ta Nuh Peyğəmbərə qədər, yəni bu 10 əsr arasında onlar hamısı bir din üzərində idilər, cəmaat idilər. Aralarında heç bir ixtilaf, heç bir çəkişmə, heç bir təfriqəsi yox idi. Lakin artıq Nuh Peyğəmbərin zamanından şirk artıq ortaya çıxandan sonra belə insanlar bölündülər. Yəni, bunun arasında 10 əsr oldu. Və Allah Subhanahu wa Ta'ala buna görə artıq o ixtilaflar baş verəndə, çəkişmələr olanda Allah Subhanahu wa Ta'ala müjdələyən və qorxucan peyğəmbərlər göndərdi. Necə ki, barədə məşhur ayət-i kərimədə bilirsiniz ki, Allah Subhanahu wa Ta'ala Bəqərə surəsində buyurur ki, Kənən nəşu ümmətən vahidə. İnsanlar deyir, tək bir ümmət idilər, birinci. Lakin, fəbə'ətəllahu nəbiyyinə mübəşşirinə və mundirin və ənzələ mə'ahumul kitab bil-haqq liyəhkəmə beynən nəs fīmə ixtələfu fihi. Sonra isə Allah Subhanahu wa Ta'ala onlara əzab, yəni onlara həm müjdələyici, həm də qorxucan peyğəmbərlər göndərdi. Və bu peyğəmbərlərlə yanaşı Allah Subhanahu wa Ta'ala kitablar nazil etdi ki, insanlar ixtilafa düşdükləri zaman o peyğəmbərlər, o kitabların onların arasında hökm versinlər. Deməli, bu ayət-i kərimənin birinci hissəsində Kənən nəs ümmətən vahid, insanlar bir ümmət idilər. Sonra parçalanma oldu. İbn Abbas radiyallahu anhuma bu ayənin təfsirində buyurur ki, yəni Adəm Peyğəmbərlə Nuh Peyğəmbərin arasında 10 əsr var idi və bu 10 əsrdə hamısı İslam üzərində idilər. İbn Qayyim rahimehullah bu ki, bu yəni ən səhih təfsirlərdən İbn Abbasın bu ayəyə verdiyi təfsir. Lakin Allahın rəhmətindən, bu ümmətə olan şəfqətindən Allah Subhanahu wa Ta'ala bu ümmətə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem göndərdi ki, həm cinlərə, həm insanlara göndərdi ki, insanlar bir olsunlar, parçalanmasınlar və bir-birlərinə qarşı daima sevgidə, məhəbbətdə olsunlar və bir mənhəc üzərində olsunlar və bir hədəfə qursunlar. Deməli, cəmaat olmaq, əziz qardaşlar, ümumiyyətlə, dinin tələb elədiyi şeylərdəndir. Ona görə də dinin əgər möhkəm ayaq üstə qalmağını istəyirsə, deməli, insanlar parçalanmaqdan, təfriqəçiyə bölünməkdən, ixtilaflar etməkdən çəkinməlidirlər. Belə din möhkəm ola bilər. Və ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem bizi çəkindirib firqələrə bölünməkdən. Və Allah Resulü sallallahu aleyhi ve sellem doğru danışan və həmçinin doğruluğu təsdiq olunan Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem buyurub ki, mənim ümmətim bu məsələdə özlərindən qabaqçılara tabi olacaqlar. Yəni, onların arasında parçalama olacaq. Necə ki, barədə məşhur hədisdə, Muavi ibn Əbu Süfyandan gələn hədisdə buyurur ki, bir gün Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, bilin, agah olun ki, həqiqətən də sizdən əvvəlkilər, sizdən əvvəlki ümmətlər, kitab əhlindən olan insanlar 72 firqəyə bölündülər və bu ümmət də 73 firqəyə bölünəcək, onların 72-si atəşdə, biri isə cənnətdədir. Peyğəmbər sallallahu aleyhi ve sellem onlar cəmaat əhlidir. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem bidətlər barəsində buyurur ki, yəni ümmətindən bir qrup insanlar çıxacaq ki, bidətlər quduz xəstəliyindir, sahibinin işlədiyi kimi onlar da bu bidətlər işləyəcək. Hətta Amar radiyallahu anh buyurur ki, yəni yerimədiyi damar oynaq qalmayacaq. Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem bizə bu hədisdə, iftiraq hədisində, yəni bilin, onu da deyim ki, hətta bəzi bidət tayfalar bu hədisi qəbul etmək istəmirlər ki, yəni onlar deyirlər ki, hədisin son hissəsində zəiflik var, lakin hədis əlhəmdə səhihdir. Şeyx Əlbani rahimehullah hədisi səhihləşdir və həmçində bir hədis kitablarında bu hədis səhih olaraq keçir. Bu hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem bizə qeybi əmr barəsində bizə xəbər verir. Ki, yəni həm özündən qabaqçı ümmətlər barəsində danışdıq bu hədisdə və həmçinin də
bu ümmətində baş verən ixtilaflardan danışır ki, bunlar baş verəcək. Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem, yəni havadan danışan deyildi. Allah Resulü sallallahu aleyhi ve sellem vəhiy əsasında danışırdı və həmçinin o buyurdu ki, bu ümmətdə də bidətlər olacaq və bu bidətlər deməli, quduz xəstəlik kimi yəni insanlara sanki yapışacaq. Yəni Allah qorusun, hətta elə insanlar olacaq ki, yəni bu günümüzdə də bunu görürsünüz, bidətindən dönmək istəməyən insanlar var, bidətində yəni inadkar olan insanlar var. Həqiqətən də bu çox yəni, ağırlı, azlı bir xəstəlikdir ki, artıq bu xəstəlik insana toxundusa, ondan qurtulmaq çətin olur. Ona görə insan daima Allahdan istəməlidir ki, Allah Subhanahu wa ta'ala onu yəni, bu yol üzərində sabit eləsin. Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem bizə bu hədisdə xəbər verdi ki, yəni, onlar niyə görə həlak oldular? Çünki onlar kitaba və həmçinin peyğəmbərlərin yoluna müxalif olduqlarına görə onlar beləcə həlak olub firqələrə bölündülər. Deməli, insanın nicat tapması da nə ilə mümkündür? Kitab və sünnəyə, Quran və sünnəyə bağlanmağı ilə mümkündür. İnsan əgər kitab və sünnəyə bağlanarsa, möhkəm olarsa, o zaman ixtilaf olmaz və həmçinin təfriqəçilik də baş verməz. Ona görə də yəni, bu insanlar havalarına, nəfsi istəklərinə uyduqlarına görə bu insanlar həlak oldular. Əgər insan istəyinə, nəfsinə qalib gələrsə, havasına qalib gəlib, haqqa tabi olarsa, İnşallah ki, bu insan nicat qazanan kəslərdən olar, uğur tapan insanlardan olar. Ona görə alimlər buyurur ki, ümumiyyətlə bu ümmət, yəni ümumiyyətlə sələf-i salih, əhl-i-sünnə vəl-cəmaa, sanki insanlar üçün bir öndərdir. Bütün insanlar üçün bir öndərdir. Sanki onlar əllərində bir bayraq daşıyırlar və əhl-i-sünnə insanlar üçün, məxluqat üçün bir dəlil və insanları xeyrə çağıran bir toplumdur. Ona görə İbn-i Qayyim rahimehullah Əhl-i sünnə barəsində buyurur ki, sələf-i salih barəsində buyurur ki, onlar deyir, Allahı tanıyanlar və həmçinin onun kitabını əməl edənlər, onun dinini gözəl bilənlərdir. Həmçinin onlar mücrimlərin, möminlərin yolunu təfsilatlı şəkildə öyrənən insanlardır, bundan agah olan insanlardır. Həmçinin sözünə davam edərək buyurur ki, Əhl-i sünnə, sələf-i salih insanların arasında ən elmli və həmçinin insanlara qarşı ən faydalı, həmçinin də onlara ən çox öyüddə, nəsihətdə olan kəslərdir. Və sələf-i salih əhl-i sünnə, yəni onlar sanki hidayətin bir dəllidir onlar. Həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah bilirsiniz ki, yəni bu barədə də onun gözəl bir sözü var ki, əhl-i sünnə insanlar arasında ən elmli və həmçinin də məxluqata qarşı ən rəhimli olan kəslərdir. Deməli, əziz qardaşlar, əziz müsəlmanlar, ümumiyyətlə insan bilməlidir, niyə görə biz firqələr barəsində öyrənirik? Yəni, bunda hədəf, bunda məqsəd nədir öyrənməkdə? Niyə görə firqələr barəsində məlumatlı oluruq? Birinci hədəfimiz ondan ibarətdir ki, əgər insan firqələr barəsində öyrənsə, məlumatlı olsa, bu insan kitab və sünnəyə, Quran və sünnəyə həris olacaq. Və Quran və sünnəni öyrənməyə çalışacaq və həmçinin də biləcək ki, bərəkət Quran və sünnəyə sarılmaqdadır və təfriqəçilik isə yalnız şər gətirir. Və ikinci hədəf isə niyə görə firqələri öyrənirik, firqələr barəsində elmə yiyələnirik? Ona görə ki, artıq sən firqələri öyrənəndə əhl-i sünnənin orta mövqeyi tutduğunu görürsən. Və görürsən ki, əhl-i sünnənin sözləri, etiqadı zəlalətdən, ifratdan, hətta aşmaqdan və həmçinin də səhlənkarlıqdan, yəni təfriddən uzaqdır. Onlar hər bir məsələdə orta yolu tutarlar. Yəni biz digər firqələrə baxanda görərsən ki, ya onlarda qulub var, ya ifrat var, ya da təfrid var. Lakin əhl-i sünnə, sələf-i salih hər bir məsələdə orta yolu tutandır. Və həmçinin də insan firqələri öyrənəndə bilir ki, yəni bidət ümumiyyətlə parçalanmanın başıdır. Əgər bidətlər baş verdirsə, bidətlər oldusa artıq təfriqəçilik olması labüddür. Və həmçinin əgər insanlar sünnəyə sarılsalar, onda deməli insanlar cəmaat olarlar. Deməli, bidət təfriqəçilik və həmçinin sünnəyə sarılmaq isə cəmaat olmağı gərəkdirir. Ona görə də insanlar nə qədər sünnəyə sarılsalar, inşallah ki, bir o qədər də onlar bölünməkdən uzaq olarlar. Və həmçinin də növbəti hədəflərdən, ümumiyyətlə, insan firqələri öyrənəndə bilir ki, nicat tapan firqə kimlərdir? Cəmaatla bir yerdə olanlardır. Hansı ki, o cəmaat Peyğəmbər sallallahu aleyhi ve sellem gətirdiyinə, onun sahabələrinin göndərdiyinə muvafiq olan bir cəmaatdır. Peyğəmbər sallallahu aleyhi ve sellem nəyi əmr edibsə, neydən çəkindiribsə,
sahabələri nəyi buyurublarsa və sələf-i salih bunu necə fəhm edibsə, onlar da məsələləri o formada fəhm edərlər. Və sonra isə 5-ci hədəflərdən isə insan əgər firqələri öyrənsə, həm qədim, həm müasir firqələri öyrənsə, inşallah ki, həmən insan yəni o firqəyə düşməkdən özünü salamat edər. Artıq özünü oraya düşməkdən qorumuş olar. Necə ki, Hüzeyf ibn-i Yəmən radiyallahu anhu məşhur deyimində buyurur ki, insanlar da Peyğəmbər sallallahu aleyhi ve səlləmlə xeyir haqqında soruşurdu, amma mən Peyğəmbər sallallahu aleyhi ve səlləmlə şər barəsində soruşurdum ki, qorxurdum ki, ona düşməyim deyənə. Deməli, insan öyrənir, şəri bilir, tanıyır ki, ona düşməsin. Necə ki, məşhur bir deyimdə, beytdə kesik, Araftu şərrə lə lişşərri, ləkin litəvəqqiyhi. وَمَنْ لَمْ يَعْرَفِ الشَّرْ مِنَ النَّاسِ يَقَعْ فِيهِ. Mən deyir, yəni şəri öyrənməkdən məqsədim o deyil idi ki, bilim ki, filan şey şərdir. Xeyr, öyrənməkdən məqsədim o idi ki, o şərdən uzaq olun deyənə. Həqiqətən də kim əgər şəri bilməzsə, o insan şərə düşər. Ona görə də insan məlumatlı olmalıdır, firqələr barəsində elmlənməlidir ki, yəni, təfsirlə olmasa da müəyyən məsələlər bilməlidir ki, hətta onların toruna, onların şəbəkəsinə düşməsin. Həmçinin də əgər insan firqələri öyrənərsə, yəni bunu öyrənməkdə hədəflərdən də odur ki, insan ümumiyyətlə öyrənəndə firqələri görür ki, müəyyən firqələrin doğrudan da sirkin əqidələri var. Artıq sən əqidəni öyrənəndən sonra, onların əqidəsindən xəbərin olandan sonra artıq beləliklə sən xeyirlə şəri və haqla batılı inşallah ki, ayırt edə biləcəksən. Necə ki, Allah Azze və Cəllə buyurur ki, "Kədəlikə nufassil ayəti və litəstəbinə səbilul mücrimin." Uca Allah Subhanahu wa Taala buyurur ki, bizdir ayələrimizi beləcə deyir, geniş izah edirik ki, günahkarların yolu açıq aydın bilinsin. Deməli, bu ayənin təfsirində İmam Qurtubi rahimehullah buyurur ki, "Və izə bənə səbilul mücrimin." Əgər deyir, sən deyir, mücrimlərin yolunu tanısan, bilsən, xəbərdar olsan, fəqat bənə səbilul müminin. Onda sən artıq möminlərin yolunu tanımış olacaqsan, bilmiş olacaqsan. Deməli, artıq insan bidət firqələrdən xəbəri olandan sonra artıq nədir, onun üçün yəni haqq yolu tanımaq artıq ona asan olur, rahat olur. Və həmçinin də insan firqələri öyrənəndə, yəni öyrənməyində məqsəd odur ki, hədəf odur ki, təbii ki, bu yəni elmi insanlara aiddir. Həmçinin də elmdə möhkəm olanlara aiddir ki, artıq firqələr barəsində geniş məlumat toplayır ki, onları dəvət edə bilsin. Onları o bataqlıqdan, onları uçurumdan çıxara bilsin. Necə ki, Allah Rasulullah sallallahu aleyhi ve sellem Əli radiyallahu anh dəvət barəsində buyurur ki, yəni Allaha and olsun ki, deyir, Allahın sənin əlində bir insana hidayət verməsi sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir. Deməli, insan firqələr barəsində öyrənir ki, geniş məlumat toplayır ki, o fikrə düşənlərə dəvət etməyə bacarsın. Çünki artıq səndə baz olandan sonra artıq dəvət edə biləcəksən. Kifayət qədər baz olandan sonra şübhələri dəf edə bilsən, o şübhələrə səndə cavab olsa, inşallah ki, yəni Allahın izni ilə yəni onun hidayətinə səbəb ola bilərsən. Həmçinin insan firqələri öyrənməkdə hədəflərindən də biri odur ki, yəni ümumiyyətlə insan bəzi firqələrə baxanda görür ki, doğrudan onların həm fitrətə, həm də ağla zid fikirləri var, müxalif fikirləri var. Həmçinin növbəti hədəflərdən isə odur ki, insan firqələri öyrənəndə görür ki, onların doğrudan da İslam cəmiyyətinə böyük zərərləri var. Müsəlmanlara böyük zərərləri var. Və bu da sizə gizli deyil, xafi deyil, hər biriniz bundan xəbərdarsınız. Bidət tayfaların İslama vurduğu zərərlər hətta kafirlərin zərərindən də daha çoxdur. Və buna misal xavariclər olsun və ona bənzər tayfalar olsun. Və sonra isə firqələri öyrənməkdə hədəflərdən isə odur ki, onlardan çəkindirmək. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah bidət əhli barəsində və həmçinin bidətə çağıranlar barəsində buyurur ki, onlardan ümumiyyətlə çəkindirmək, onlardan təhsir etmək, hansı ki, onların sözləri kitab, Quran və sünnəyə müxalifdir. Bu insanların halını bəyan etmək və ümməti onlardan çəkindirmək müsəlmanların ittifaqı ilə vacib olan əməllərdəndir. Necə ki, İmam Əhməddən soruşulur ki, bir kişidir, oruç tutur və həmçinin namaz qılır, etiqaf eləyir. Bu deyir, sənə daha sevimlidir, yoxsa ki, onun bidət əhli barəsində danışması. İmam Rahimullah buyurur ki, onun deyir, namaz qılmasına gəldikdə, gecə namazdan qılması və həmçinin etiqaf eləməsi bunun özü üçündür. Amma bidət əhli barəsində danışması isə bunun faydası bütün müsəlmanlaradır, bütün ümmətədir. Yəni, namaz qılması, etiqaf eləməsi bunun ancaq özünə aiddir.
Aydın, amma bidət əhlindən çəkindirmək, onlar barəsində danışmaq, onlardan təhsil etmək, onların halını bəyan etmək, aydın, bu təbii ki, bütün müsəlmanların bunda məsləhəti var və bu bütün müsəlmanlar üçün daha faydalıdır. Və İmam Əhməd Rahiməhullah bu daha faydalıdır. Və həmçinin bu Allah yolunda cihaddan sayılır. Onların halını bəyan etmək, Allah Subhanahu wa Ta'ala dinini, şəriətini təmizləməkdir. Düşmənlərdən və həmçinin də o şəriəti bəyənməyənlərdən. Və bu, müsəlmanların ittifaqı nədir ki, vacib olan əməllərdəndir. Və əgər bidət əhlindən çəkindirilməsə, onların halı bəyan edilməsə, onda din fəsada uğrayar və artıq dində sanki bir xəlal olmuş olar, boşluq olmuş olar, əgər bunların halı bəyan edilməsə. Ona görə də alimlər buyurur ki, bu bidət əhlinin halı hətta bir ölkənin, bir şəhərin mühasirəyə alan kafirlərin halından daha şiddətlidir. Çünki bidət əhlinin əsas məqsədi odur ki, onlar birinci növbədə insanların qəlblərini xarab etməyə çalışırlar. Və sonra isə, bundan sonra qeyd edəcəyimiz məsələ qısa müxtəsər olaraq, biz Allah Subhanahu wa Ta'ala həmsə Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, bizi bölünməkdən çəkindirir. Təbii ki, bu firqələrin baş verməsi labüddür. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem əgər deyibsə, deməli onun baş verməsi nədir? Labüddür olacaq. Və ona görə də insan çalışmalıdır ki, Allahdan daiman bu hədisi eşidə, tez-tez Allahdan sabitlik istəməlidir. Lakin, Əhl-i-Sünnə, sələf-i salih insanlara cəm olmağa çağırır. Amma dedik ki, təfriqəsi yaradanlar kimlərdir? Bidətə çağıranlardır. Hər bir bidətə çağıran insanları parçalayandır. Ona görə insan çalışmalıdır ki, onlara tabi olmasın ki, hətta cəmaatı parçalayanlardan sayılmasın. Oca Allah Subhanahu wa Ta'ala da bizə əmr edir ki, وَاَتَسِمُ بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Hamınızla Allahın ipindən yapışın və parçalanmayın. Bu ayət-i kərimədə Oca Allah Subhanahu wa Ta'ala bizə buyurur ki, Allahın ipindən möhkəm yapışın, hamınızla parçalanmayın. Yəni o ipdir ki, Allah Subhanahu wa Ta'ala dini, kitabı və həmsə Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsidir ki, bu bizi Allaha yaxınlaşdırır. Ona görə insan Allahın dinini düzgün yaşayarsa, kitabına doğru dürüst əməl eləyərsə, Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsini doğru dürüst yaşayarsa, inşallah ki, bu insan cəmaat əhlindən olar. Və ona görə də dedik ki, nicat Allahın dini üzərində olmaq və həmçinin kitabdan möhkəm sarılmaq və həmçinin sünnəyə möhkəm bağlanmaqdadır. Sonra isə başqa ayət-i kərimədə Allah Subhanahu wa Ta'ala ki, وَلَا تَكُونَ كَالَّذِينَ تَفَرَّقُوا O insanlar kimi olmayın ki, onlar firqələrə bölündülər. وَاخْتَلَفُوا مِنْ بَعْدَ مَا جَاءَهُمُ الْبَيِّنَاتِ Onlara dəlillər gəldikdən sonra onlar aralarında ixlafa düşdülər. Allah Subhanahu wa Ta'ala bu insanlar barəsində أُولَٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ Onlar üçün böyük bir əzab var. Deməli, bu ayət-i kərimədə Allah Subhanahu wa Ta'ala bizi çəkindirir, qeyri-müsəlmanların, qeyri-iman əhlinin yoluna tabi olmaqdan. Hansı ki, onlara din gəlmişdi və həmçinin onlara açıq aydın dəlillər gəlmişdi. Onlar bununla yanaşı bölündülər və həmçinin ixlafa düşdülər. Və sonra isə başqa ayət-i kərimədə Allah Subhanahu wa Ta'ala ki, "Ənə həzə sirati müstəqimən fəttəbi'uhu və la təttəbi'us subula fətəfərraqə bikum an səbilihi." Allah Subhanahu wa Ta'ala buyurur ki, bu mənim yolumdur, yəni doğru, düzgün yolumdur, ona tabi olun və başqa yollara isə tabi olmayın. Hansı ki, o yollar sizi Allahın yolundan uzaqlaşdırır. Deməli, Allah Subhanahu wa Ta'ala burada haqqı nədir? Təkdə gətirdi. Yəni, yol, düzgün yol, doğru yol bir dənədir. Amma batıl yollar barəsində Allah Subhanahu wa Ta'ala əs-subul, yəni cəmlə gətirdi. Deməli, yollar isə, batıl yollar isə çoxdur və bu ayət-i kəriməni də təfsir edən Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisidir. Allah Resulü sallallahu aleyhi ve sellem bir gün bir xət çəkir, düz xət və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yəni bu yol Allaha aparan yoldur. Və sonra həmən xəttin sağından, solundan xəttlər çəkir. Bir yox, bir neçə xəttlər çəkir. Həm sağından, həmçinin solundan. Və Allah Resulü sallallahu aleyhi ve sellem o xəttlər barəsində buyurur ki, xət yox, xəttlər barəsində buyurur ki, bu xətlərin başında bir şeytan durur və insanları nədir? Həmən yola çağırır. Və sonra isə həmən bu ayəni, oxuduğumuz bu ayəni oxuyur. وَأَنَّ هَذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ Bu mənim yolumdur və ona tabi olun və digər yolları isə tabi olmayın ki, Allahın yolundan uzaq düşməyəsiniz. Deməli, haqq yol birdir. Amma batıl yollar isə çoxdur. Ona görə insan çalışmalıdır ki,
haqq yol üzərində sabit olsun və bunu Allahdan həmişə istəsən. Və sünnədən dəlillər isə bundan kifayətlənək. Sünnədə gələn dəlillərdə cəmaat olmaq barəsində bir gün sahaba buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizə namaz qıldırdı və sonra üzünü bizə tərəf çevirdi və bizə çox gözəl bir muizə elədi və həqiqətən o muizədən sahaba buyurur ki, bizim gözlərimiz yaşardı, qəlblərimiz titrədi. Dedi ki, ey Allahın Resulü, bu muizə sanki vida edənin muizəsinə bənzəyir. Bizə nəyi əmr edirsən, nəyi vəsiyyət edirsən? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizə tövsiyəm Allahdan qorxun, üzərinizə həbəşi qul seçilsə belə ona eşidin və itaət edin. Yəni, rəhbərə eşidin və itaət edin. Həqiqətən də məndən sonra sizdən kimlər yaşasa, onlar çoxlu ixtilaflar görəcəklər. Belə olduğu təqdirdə mənim sünnətimdən və həmçinin Raşidi xəlifələrinin sünnətindən yapışın və o yoldan azı dişlərinizlə möhkəm tutun və dinə gətirilmiş yeniliklərdən çəkinin. Həqiqətən də dinə gətirilmiş hər bir yenilik bidət və hər bir bidət isə zəlalətdir buyurur Peyğəmbər sallallahu aleyhi və səlləm. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə bizə əmr elədi ki, cəmaat olaq, yəni rəhbərin ətrafında olmaq və həmçinin də Peyğəmbər sallallahu aleyhi və səlləm və həmçinin onun sahabələrinin yolundan azı dişlərimizlə yapışmaq. Yəni, belə insan cəmaatda ola bilər, belə insan özünü qoruya bilər. Əgər bidətlər olsa, kimsə bidətə çağırsa və insan bidətin arxasınca geçsə, deməli o insan təfriqəçiliyi yaradan insandır. Və sonra isə başqa bir hədisdə də Hüzeyfə ibn Yəmən radiyallahu anhudan gələn hədisdə, az öncə qeyd etdiyimiz hədisdə, lakin bu hədis bir yaxşı hədisin davamıdır. Hüzeyfə ibn Yəmən radiyallahu anh buyurur ki, insanlar bir Peyğəmbər sallallahu aleyhi ve sellemdən xeyir barəsində soruşurdular. Mən isə Peyğəmbər sallallahu aleyhi ve sellemə şər barəsində soruşurdum ki, qorxumdurdum ki, birdən ona düşərəm. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedim ki, ey Allahın Resulü, biz deyir, cahiliyyə dövründə idik, şər bir vaxtda idik. Lakin Allah subhanahu wa ta'ala bizi bu İslamla izzətləndirdi, bizə bu İslamı göndərdi və buyurur ki, ey Allahın Resulü, bu xeyirdən sonra, hansı ki Allah subhanahu wa ta'ala bizi İslamla izzətləndirib, bundan sonra bir şər olacaqmı? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bəli. Və sonrası sahabə buyurur ki, ey Allahın Resulü, bu şərdən sonra bir xeyir olacaqmı? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bəli, lakin orada qarışıqlıq olacaq. Sahabə soruşur ki, ey Allahın Resulü, o mə dəxanuhu, o qarışıqlıq nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yəni o qarışıqlıq ondan ibarətdir ki, yəni mənim sünnətimdən, yəni insanlar olacaq ki, mənim sünnətimdən başqa bir sünnəti və həmçinin yolumdan başqa bir yolu tutan bir qövmlər olacaq. Onların bəzilərini tanıyıb, bəzilərini isə inkar edəcəksiniz. Yəni onların bəzi əməllərini yaxşı, bəzi əməllərini isə pis sayacaqsınız. Və sonra isə sahabə buyurur ki, Allahın Resulü, fəhəl bə'də dəlikəl xeyr min şər, yəni bu xeyirdən sonra şər varmı? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bəli, cəhənnəmin qapısı ağzında durub gözləyən dəvətçilər var, cəhənnəmə çağıran dəvətçilər var. Kim onlara icabət edərsə, onları oraya daxil edərlər. Və sahabə buyurur ki, ey Allahın Resulü, onları bizə vəsf elə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onlar yəni bizim cinsimizdən və həmçinin bizimlə danışan bir qövmdür. Və sahabə soruşur ki, ey Allahın Resulü, belə olduğu təqdirdə, əgər onlar olsalar, o zəlalətə çağıran imamlar, bidətçilər bizə nəyə əmr edirsən? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, müsəlmanların cəmaatının yanında ol və həmçinin müsəlmanların imamının rəhbərinin yanında ol. Və sahabə buyurur ki, ey Allahın Resulü, birdən cəmaat olmasa, imam da olmasa, yaxşı, bəs onda necə? Peyğəmbər sallallahu aleyhi ve sellem o zaman o firqələrin hamısını tərk elə. Hətta ölüm sənə sən bir ağacın kötünü dişləmiş halda ikən yetişsə belə. Yəni bu onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yəni bu hədisdə bizi çəkindirir, yəni parçalanmaqdan, təfriqəçilik yaratmaqdan, hətta elə bir dərəcədə çəkindirir ki, hətta orada yəni cəmaat olmasa, nə də bir rəhbər olmasa, aydındır, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni o insanların hamısından uzaqdır. Yəni bir qırağa çəkil, hətta ölüm sənə gələnə qədər. Və sonuncu hədisdə isə Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, uca Allah subhanahu wa ta'ala sizin üçün 3 şeyi bəyənir, 3 şeyi isə xoşlamır
onlardan bəyəndiyi şeylər, ona ibadət edib, ona heç bir şey şərik qoşmamağınız və həmçinin hamılıqla Allahın ipindən yapışıb, parçalanmamağınız, xoşlamadığı şeylər isə dedikodu, həmçinin çoxlu sual və həmçinin malı zaya vermək, boş yeri xərcləmək.